Ya Allah. Salam əziz izləyicilər, əziz dostlar, xoş gördük sizləri. Bugün yenə sizə Ləzəri qəsəbəsində 6 otaqdan ibarət evimizi təqdim edəcəyik. Turabdən görsək qardaşım, haqqında danışdığımız ev, gördüğünüz evdir, ekranda gördüğünüz evdir. Yenə ətrafı təmiz götür, elə bu uşaqlar düşməsin. Yəni təmiz götür. Şükür, getdik. Gel bura. Dostlar, ev hər mərtəbəsi 70 kvadrat evin. Deməli, evin içərisində 6 otaq, bir mətbəx, 2 hamam sanuz var evin içərisində. Buyurun sizə evin içərisində təqdim edək. Allah. Deməli, bu. Dəhliz bura. Girən kimi dəhlizdir. Evin birinci mərtəbəsi, birinci mərtəbəsi tamamı istif oldu. Tam. Hər yana həyat edir istif oldu. Bütün otaqlar, mətbəxlər, hamam, hamısı istif oldu. Sistemi də bura yolub, qazı sistemi. Gəl qardaşım. Kes orasın. Nasıl? Qapın bağlı. Gəl qardaşım. Əziz dostlar, görürsünüz nə gözəl yığılıb mətbəx. Deməli, 6 metr uzunluğu var bu mətbəxin, 3 metrdə enidir. Tam 18 kvadratdan ibarətdir. Çox gözəl və səliqəli bir mətbəx. Çox gözəl səliqəli mətbəxdir. Əşyalı satılır da? Bəli. Deməli, evdən, əziz izləyicilər, əziz dostlar, ev münasib qiymətə satılır inşallah. Evdən də heç bir əşya götürülmür yəni. Gördüğünüz nə var, hamısı qalır evdə. Dur, təqdim elə qardaşım. Sağ olun. Əziz dostlar, gördüyünüz kimi çox gözəl şəkildə səliqəli yığılıb bu ev. Allah inşallah ki o ev olmayanlara qismət eləsin ev. 2 dənə yataq otağıdır bu qardaşım. Burada da bir otaq buradadır. İstif oldu yerdə. Yəni qeyd edək ki, şəhərən biləsiniz, ikinci otaq da buradadır. Deməli, aşağıda 2 yataq otağı, hamam sanıcı, bir mətbəx, bir də gördüyünüz dəhlizi. Gəl baxaq yuxarı qardaşım. Burada da 3 yataq otağı, hamam sanıcı. Deməli, bir də zal var, qonaq otağı var. Burada 4 otağı. Burada evin zal hissəsidir. Deməli, bura qonaq otağıdır. Pəncərə sabah görsən, qarşısı tam açıqdır. İşıqlı bir qonaq otağıdır. Təqdim edəyiz qardaşım, yataq otaqlarında. Əziz dostlar, burada 3 otaq, 4 otaq var demək, zalından bir yerdə 4 otaqdır. Otağın biri burada. Şimdi yataq otağı. Gördüyünüz kimi çox səliqəli və tam təmirlidir. Burada 3-cü yataq otağıdır. Sanuzeldə, yuxarıda da bir sanuzel var. Çox gözəl yığılıb bir ev. Əziz dostlar, bu evin qiyməti inşallah. Deməli, əziz dostlar, bu qonaq otağının da kvadratı 6,5 yarımadır. Təxminən 20 kvadratdır. Əziz dostlar, bu evdə Biləcərdədir. Qeyd etdiyimiz kimi, Biləcərinin bugünkü gün yaxşı bir yeri sayılır buralar. Deməli, bura Çeşməli restoranı deyilir, DSK yolunda. Çeşməli restoranı ilə təxminən bu evin 60-70 metr məsafəsi var. Və 91, 92, 170 nömrəli marşrutlarla evin elə həmin 60-70 metr məsafəsindən keçirlər. 2 səvvə metrosuna gedir, avtovazala gedir marşrutlar. Deməli, əziz dostlar, bu evin bələdiyyə sərəncamı var. Allah ev olmayan hər kəsə, ev arzusunda olan hər kəsə, ev qismət eləsin inşallah, heç kim evsiz qalmasın. Allah əziyyət keçən hər bir kəsə xeyir versin bu evin satışından, alışından, Allahın köməli ilə. Evin qiyməti 85 min manat təyin olunub, ev sahibi tərəfindən. İndi inşallah real müştəri olsa yəqin ki, çox bilmirəm nə qədər düşəcək ev sahibi. Hətta hər halda razılaşma olacaq inşallah.
Evdə də nə görürsə, bütün əşyalar evdə qalmaq şərti iləndir. Yəni ev sahibinin deməyinə görə. İnşallah. Allah alana da, satana da xeyir versin. Yəni də təsəlli edirəm, ev çox gözəl ərazidə yerləşir. Düzdür, həyəti yoxdur evin. Amma maşın saxlamağa küçədə yer var. Amma 6 otaqda kifayət qədər otaqların sayı var. Qiymət də münasib qiymətdir. İnşallah kim alsa indi alma fikri olsa gələr yaxından görər. Özü biz dediyimizi təsdiqləyər. Ev cütdaşdan ibarətdir, kürsüsü var, evin gözəl şəkildə kəməri var. Allah alana da, satana da xeyir versin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib, yorumlarda rəy yazasınız ki, növbəti videolarda, satışa çıxan videolardan sizin də xəbəriniz olsun, evlərdən xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa, bizimlə əlaqə saxlayın. Nömrəmiz səhifəmizdə var. Bizimlə əlaqə saxlayın. İnşallah gəlib çəkəyiz. Allahın izni ilə tez bir zamanda satılmasında köməkliyi göstərək. Allah hər birinizdən razı olsun. Allah ev olmayanlara ev qismət eləsin inşallah. Amin.